Ailəsi 9 ildir onu itkin kimi axtarıb. Bugün isə öldürüldüyünü öyrənib. Cəlilabadda dəhşətli qətlin üstü illər sonra açılıb. 2016-cı ildən itkin kimi axtarışda olan 1982-ci il təvəllüdlü Xəyalə Xəlilovanın meyti bastırıldığı ərazidən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Cəlilabadda uzun illərdir itkin düşmüş qadınla bağlı yeni faktlar üzə çıxıb. Belə ki, 2016-cı ildə axtarışda olan Xəyalə Xəlilovanın meyiti arxada gördüyünüz tikilidə aşkarlanıb. 2016-dan biz axtardım, mən axtardım, uşaqlarım axtardı da yer qalmadı gəzdik. Deməklə qulağımızın dibindəymiş. Qətil hadisəsi rayonun Göytəpə şəhəri Vasif Hüseynov küçəsi 27 ünvanında qeydə alınıb. Göytəpə şəhər sakini Xəyalə Xəlilovanın yaxınları bildirir ki, hadisə baş verən gün qız qonşuluqda təşkil olunan ziyafətə iştirak edib. Məclis bitəndən sonra isə Xəyalə evə qayıtmayıb. O gündən ailəsi qızı itkin kimi axtarışa verib. Saat 3-də elə bil o zavod tərəfdə əskərdən oğlan gəlmişdi. Onun anası bunu oraya dəvət elədi. Gəl otur, sən seyitsən, dua elə. O da getdi, oturdu orada dua eləməyə. Sonra evə gələndə onu oradan nətər götürüblər spiska kimi heç kim görmədi. Xəyalə Xəlilovanın anası Zərifə Xəlilova bildirir ki, qızı ikinci qrup əlil olub. O, avtomobil qəzasına düşdüyü üçün bir qolu işləməyib. Lakin heç bir əqli problemi olmayıb. Bir nəfər demədi ki, görmüşük, heç kim demədi. Da yoruldum, xəstə adam, şəkər adam oldum, şəkər oldum, pis günə qaldım, ondan sonra bu günə qaldım. Oturdum, gözlədim, dedim, Allah çıxardacaq aşkara. Ona görə bu seyid uşağı idi ki, mən eyləmişdi, xəstə uşağı idi, heç kimə pislik eləməmişik. Nə özümüz, nə ailəmiz, heç birimiz. Araşdırma zamanı itkin düşmüş Xəyalənin qəsdən öldürülməsi müəyyən edilib. İstintaq və əməliyyat axtarış tədbirləri nəticəsində 28 yaşlı Elnur Eynulayevin Xəyalə Xəlilovanı qəsdən öldürməsinə əsaslı şübhələr yaranıb. İstintaq və əməliyyat axtarış tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü Elnur Eynulayevin aralarında yaranmış mübahisə zamanı Xəyalə Xəlilovanı döyməsi, daha sonra onu boğaraq qəsdən öldürməsi və cinayəti gizlətmək üçün bastırmasına əsaslı şübhələr müəyyən edilib. Xəyalə Xəlilovanın meyitinin bastırıldığı yer müəyyən olunaraq prokuror, kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb. Aidiyyatı üzrə müayinənin aparılması üçün ekspertizaya təqdim edilib. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayətçi başlanılıb. Elnur Eynullayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Yaqub Mehdioğlu, Vüqar Qaliboğlu, Günəş Ahmalı qızı, Space xəbər, Cəlilabad.